Burada deməli nə edir uşaqlar? Kosinus x-i açırıq. Kosinus x-in bildiyimiz kimi bir neçə düsturu var. Biz kosinusdan olan açılışını yazmalıyıq bura. Bir üstə gəlsin 2 modulda kosinus x bərabərdir mənfi. Kosinus x-in düsturlarından biri budur. 2 kosinus kvadrat x çıxılsın 1. Ona görə bu düsturla yazılır ki, burada bu mənfidən mənfiyə vuranda müsbət eləsin, hər tərəfdən birlər islah getsin. Deməli olur 1 üstə gəlsin 2 modulda kosinus x bərabərdir mənfi 2 kosinus kvadrat x üstə gəlsin 1. İslah eləsək, hər tərəfində 2-yə bölüb bu kosinus kvadrat x-də sol tərəfə keçsək, olur kosinus kvadrat x. Çünki 2-yə bölüb burada mənfi qalır, sola keçsində müsbət. Üstə gəlsin modulda kosinus x bərabərdir 0. Nəyi bilməliyik? Biz modulda x-in kvadratı adicə x-in kvadratına bərabərdir. Onda biz bu kosinus kvadrat x-i modulda kosinus kvadrat x şəklində yaza bilərik. Modulda kosinus x-in kvadratı üstə gəlsin modulda kosinus x bərabər nəyə? 0. Burada da nə edirik? Modulda kosinus x-ə narahat olmayın, deyil. Modulda kosinus x-ə t deyirik. Və t mütləq böyük bərabər olmalıdır nədən? 0-dan. Onda nə alınır? T'nin kvadratı üstə gəldinsin t bərabərdir 0-a. Ortaq vuruğu çıxarsaq, t vurulsun t plus 1 bərabərdir 0-a. t1 bərabərdir 0 və buradan t2 bərabərdir mənfi 1. Mənfi 1 kənar köşkü, bunu götürmürük. Deməli t 0-dır. Nəyə t demişdik? Modulda kosinus x-i. Onda modulda kosinus x-i bərabər elə neçəyə? 0-a. İndi burasına diqqət edin. Əgər bura 0-dan başqa, məsəl üçün 2-də 1, kökdə 3 bölü 2 falan nəsə başqa bir şeylər olsa, buradan sonra nə etmək lazımdır? Bunun hər tərəfini kvadrata yüksəldir, dərəcənin azaltma düsturunu tətbiq etmək lazımdır. Burada ona ehtiyac yoxdur. Çünki bilirik ki, yalnız nəyin modulu 0 edir? 0-ın modulu 0 edir. Ona görə kosinus x bərabərdir 0 yazırıq. Buradan da x bərabərdir, sözsü halda kosinus 0 alır, 2 bölünsün, 2 üstə gəlinsin, 1 k'ya, k'da daxildir hara? Z. Z tam ədədlər sonra. Aydın oldu.